Salam əziz və dəyərli şagirdlər. Çoxhədli qruplara ayrılması mövzusunun 3-cü alt başlığını izah edək. Qeyd edeyim ki, bu mövzu riyaziyyat toplusunun 1-ci hissəsinin səhifə 45-də yerləşir. Demək, 1-ci sualda bizə verir ki, ifadənin kəsrin qiymətini tapın. Hansı misalda ki, kvadratlar və fərq görülür, bilin ki, bu artıq kvadratların fərqi düsturudur. Yəni, bir dəfə bu ədədlərin fərqini, bir dəfə də cəminin hasilini yazmalıyıq. Bir dəfə çıxıb, bir dəfə toplasaq, alırıq 1008 vur 1016 böl. Aşağıda isə 508 verir bizə. Məxrəzdəki 508 ilə sürətdəki 1016 ixtisar getsək 2 qalar, 1008 ilə 2 alırsaq 2016. Cavabımız oldu Y variantı. İkinci sual. Bu ifadənin qiymətini tapın. Demək, bu tip misallarda məqsəd odur ki, yəni sən qruplara ayırma düsturlarını, yəni müxtəsər ayırma düsturlarını yaxşı bilməlisiniz və bənzətməniz güclü olmalıdır ki, hansı misal hansı düsturu bənzəyir və o düsturdan istifadə etməliyik. Demək, burada surət ikinci misalda kvadratların fərqidir. Ona görə biz bir dəfə bu ədədlərin fərqini, bir dəfə də cəmini yazıb, bunların hasilini şəklində göstərməliyik. Aşağıdakı ifadə isə fikir verin uşaqlar, 0,3-ün kvadratı və 1,3-ün kvadratı var. Bir də həmin ədədlərin 2-yə vurulmuşu var. Sanki düstur A kvadratı çıx 2AB üstə gəl B kvadratı düsturunu bizə xatırladır. Bunu da burada yazın. A kvadratı çıx B kvadrat düsturudur. Demək, biz surətdə verilmiş düsturu açıq şəkildə yazdıq. A çıx B, A üstə gəl B kimi. Amma aşağıdakını isə biz yığmalıyıq. Yəni, görə bu düsturun açılışı hansı düsturun açılışıdır? A çıx B-nin kvadratı. Yəni, bu düstur fərqin kvadratıdır. Ona görə biz A-nın yerində birinci ədədimiz 0,3-dür. Çıx B-nin də yerində ikinci ədəd 1,3-dür. Bunların kvadratını yazmalıyıq. Yəni, bəzən olacaq ki, siz verilən misalı yığmalısınız, bəzən isə açıq şəkildə yazmalıyıq. Demək, 0,3-dən 1,3 çıxdı, -1. 0,3 ilə 1,3 topladıq, 1,6. Burada yenə -1, kvadrata yüksəldəndə olur müsbət 1. Çünki qüvvət cütdür deyə işarəmiz olur müsbət. Demək, -1 ilə 1,6-ya vuranda -1,6, məxrəc də 1-dir. Cavab yenə -1,6. Üçüncü sual. Üçüncü sualda isə bu səfər açıq şəkildə verib. Baxın, bir toplama, bir də fərq mötərizələrinin hasilini verib. Demək ki, bu yığılmalıdır. Olacaq, deməli, A çıx B, A üstə gəl B düsturunu elə bilim bizə verib. A üstə gəl B, A çıx B-ni bizə verib. Biz bunu yığsaq, yəni hansı düsturun açılışı olduğunu bilsək, bu misalda o şəkildə yazmalıyıq. 1,7-nin kvadratı çıx 3,7-nin kvadratı kimi yazmalıyıq. Yəni, burada birinci mötərizə plus olmağına baxmayaraq, biz düsturdan çıxış edirik ki, düsturda həmişə kvadratların fərqi olmalıdır. Bu ədədlərin kvadratını yazıb, fərqini göstərdik. Aşağıdakı da olduğu kimi hələ ki qalsın. 1,7 çıx 3,7-nin kvadratı. Əslində, burada uşaqlar, mən aşağı baxmadım. Elə burada daha asan versiyana işləmək olur. Baxın, 1,7 çıx 3,7 yuxarıda bir dənədir, aşağıda 2 dənədir. Bundan biri gedir, aşağıda biri qalır. Bunları da hesablayaq da. 1,7-dən 3,7 çıxanda -2, 1,7-dən 3,7-ni toplayanda 5,4. 5,4-də -2-yə böləndə -2,7. Cavabımız oldu A variantı. Dördüncü sual. Bizdə x-ların fərqini verib, hasilini verib, bizdən isə bu ifadənin qiymətini soruşur. Verilən ifadənin qiymətini tapmaq üçün biz mütləq ki, ilk verilənlərdən istifadə edəcəyik. Ona görə də biz bunu sadələşdirməliyik. Sadələşdirmənin də birinci yolu orta vurub çıxartmaqdır. Bundan əvvəlki mövzuda görmüşük.
Deməli, biz burada baxırıq, x1-dən hər ikisində var. Birində qüvvət 4-dür, birində qüvvət 3-dür. Biz qüvvəti kiçik olanı yazmalıyıq. Yazırıq x1-in kubu vur. x2 də həmçinin. x2-nin kubu və x2 üstü 4-dür. Biz oradan kub olanı çıxartmalıyıq. Deməli, ikinciden x1'in kubunu, birinciden x2'in kubunu çıxartdıq. Vur, mötərizədə nə qaldı? Mötərizədə birinci hasildən x1'imiz artıq qaldı. Minus, ikinci hasildən isə x2'miz artıq qaldı. Bu da bərabərdir. Bu x1'in kubu vur, x2'nin kubunu ayrı-ayrı belə deyək, kubların hasilini. Biz hasilin kubu kimi, yəni x1, x2 yazıb, kubu ümumən mötərizənin üstündə qüvvət kimi yaza bilərik. Yəni, qüvvəti sanki mötərizənin içindən çıxartdır. Vur x1 minus x2. Bundan sonra yerinə qoyuruq. Hasili bizə 4 verib. 4'ün kubu vur. Fərqi də bizə 3 verib. Olacaq 64 vurulsun 3. O da 192. Eyni sual 5-ci aiddir. 5-ci də yenə ortaq çıxardacaqsınız. x1'lərdən kub olanı çıxardırıq. x2'lərdən də kub olanı çıxardırıq. Mötərizədə bir dənə x2 qalır. Baxın, birinci x2 qalır. İkincidə bir dənə x1 qalır. Çünki onların hərəsindən 4-4. Və ortada toplama işarəsi onda toplama yazmalısınız sizdə. İndi baxırıq ki, yenə də birinci kubların hasilini hasilin kubu kimi, yəni birinci hasil yazıb sonra kubu yazırıq və yerinə qoyuruq. Hasili bizə 2 verib, 2'nin kubu cəmi bizə 5 verib. 2'nin kubu 8 vur 5 bərabərdir 40. 6-cı sual. Bu ifadənin qiymətini hesablayın. Deməli, yuxarıda kubların cəmidir. Biz kubların cəminin düsturunu əvvəl xatırlayaq. A kubu üstəgəl B kubu bərabərdir. A üstəgəl B vurulsun. A kvadratı çıx AB üstəgəl B kvadrat. Bəzən uşaqlar deyir, axı müəllimə bunun başqa bir düsturda var. Yadınızda qalsın, kəsirlər formasında veriləndə bu misallar həmişə bu düsturdan istifadə edin. Çünki hasil kimi yazmalıyıq ki, sürətlə məxrəcdə ixtisar gedə bilsin. Yəni, digər düsturlarına ehtiyac yoxdur. Onda biz 12,5'ə bir A kimi baxsa, 12,5 ilə 1,2'nin cəmi vur. 12,5'in kvadratı çıx. 12,5 vur. 1,2 üstəgəl 1,2'nin kvadratı. Bölünsün. Hələ ki bunu yazırıq 13,7. Yuxarıda baxırıq ki, birinci mötərizə ilə toplayanda 13,7 verir. Onda bu mötərizə ilə 13,7 getdi. Qaldı əlimizdə yuxarıdakı mötərizə. Bu mötərizənin də sonrasını davam eləsək 12,5'in kvadratı minus 1,2'nin kvadratı yazsaq, görünür ki 12,5'in kvadratı biri müsbətdir, burada isə mənfidir. Ona görə bunlar islah gedir. 1,2'nin kvadratı, burada müsbət, burada mənfidir. Bunlar da islah gedir. Yerdə sadəcə qalır. Baxın, qalır bu hissə. Yəni, mənfi 12,5'i vurmalıyam 1,2'yə. İndi bəs onluq kəsirlə necə vuracam? Gəlin baxaq. İstəsəz kəsir formasında yaza bilərik. İstəsəz hər iki formanı göstərək. Mənfini hər iki saxlayaq. Mənfi ehtiyac yoxdur. İşarə olaraq insanın nəticəsi mənfi olacaq. 12,5'i 1,2 necə vururuq? Adi qaydada. Əvvəla sağ tərəfdən baxırıq ki, yəni ədədlər bir-birinin altından, sağdan düzür ədədləri. 1,2'ni sol tərəfdə 12'nin altına yazmaq olmaz. Sonradan başlayırıq adi vurma kimi, vergüllərə fikir vermədən. Birinci 2'ni vururuq yuxarıdakı ədədlərin hər birinə. 2'ni 5'ə vururuq, 2'ni 2'yə vururuq, 2'ni 1'ə vururuq. Yəni bir sözdən 2'ni 125'ə vururuq, olur 250. Sonra ikinci ədədi, yəni 1'i vururuq yuxarıdakı ədədlərə. Necə ki, biz ikinci ədədi vurduğumuza görə, elə nəticə də ikinci ədədin altından başlayacaq yazılmağa. Yəni bir ədəd sürüşdürürük sola. 1'i də 125'ə vursaq, 125 bu şəkildə yazılmalıdır. 0 toplayanda bunları 0, 1 yadda 2 üstəgəl 2, 4, 5, 1500. Sonrası nə edirik uşaqlar? Vergüldən sonra yuxarıda bir ədəd var idi. Aşağıda vergüldən sonra bir ədəd var idi.
Deməli, vergüllərdən sonra olan ədədləri sayırıq. Biri burada, biri burada oldu. Toplam 2 dənə. Və gəlirik sağdan 2 ədəd 1, 2 ədəd ayırıb vergülümüzü qoyuruq. Və vergüldən sonra olan sıfırlar mənasını itirir. Yəni biz bunu 15 kimi yazmalıyıq. Mənfi 15. Bu 1 alır. Bir də bunun kəsirli hesablanmasında deyək. Məsələn, 12,5-i biz 12,5 vur 1,2-də 1,2 kimi göstərdik. Burada bunları hələlik ixtisar eləsək, bu olacaq 2-də 1, bu olacaq 5-də 1. Yəni 12,2-də 1 vur 1,5-də 1. İndi bunu düzgün olmayan kəsirə çevirək. Birinci kəsirimiz olacaq 2-də, 12-ni 2-yə vurdıq, 24, üzərinə 1 gəldi, 25. Vur. İkinci kəsim məxrəcə yenə yazılır. 1-i 5-ə vurdıq, 5, üzərinə 1 gəldi, 6. 6 ilə 2 ixtisar gedir 3, 25 ilə 5 ixtisar gedir 5, 3-ü 5-ə vursaq 15. Yenə həmin ədədi ala bilirik. Yəni kəsirli vurma da olar, alt-alta vurub vergül ayırmaq da olar. 8-ci misalda bunun eynisidir. Özünüz eləməyə çalışarsınız, alınmasa. Daha doğrusu, 8 bunun eynisidir. Biz 7-ni yazaq. 7-ni yazaq. 8 amma eynisidir. İndi yuxarıda yəni əslində birinci hissəmiz eynidir. Birinci bunların kubların cəmi üstünə görə 37 üstəgə 38 vur. 37-nin kvadratı çıx 37 vur 38 üstə gəl 38-in kvadratı böl 25 bərabərdir. 37 ilə 38 toplayanda edir 75. 75 ilə 25 ixtisar elədik, qaldı 3. Bərabərdir. 3 vurulsun. Deməli, indi baxın burada 3 vurulsun. 37-nin kvadratı çıx 37 vur 38, üstəlik 38-in kvadratı onsuz da var. Bunun davamı da var misalın. Baxın, çıx 3 vur 37 vur 38 yazır. Bəs biz bunu necə işləyəcəyik, baxaq. Buradan hər ikisindən, yəni bu hasillə bu hasildən, bu qırmızını göstəreyim. Baxın, qarşıda 3-ə vurma var deyə 3-ü ortaq vuruq kimi çıxardaq. Mötərizə daxilində nə qalacaq? 37-nin kvadratı çıx 37 vur 38, üstəcə 38-in kvadratı. Bunu da qatırıq bura, çıx 37 vur 38 qalır. Burada da olur 3 vurulsun. Demək, 37-nin kvadratı. Fikir verin, 37 vur 38 işarələri mənfidir. Mənfi yazılır və özlərini toplayırıq. Olur 2 dənə. 2 vur. Dəqiqə. 2 vur 37 vur 38 olur. Çünki 2 qat, 2 dənə olduğuna görə. Üstəki 38-in kvadratı. Bu da bayaq işlədiyimiz misalda gördük ki, bu düstur yığılsa fərqin kvadratıdır. Yəni 37 çıxı 38-in kvadratını verir. Çünki ortada 2 AB var. Həmin ədədlərin hasilinin 2 qatı olduğuna görə. Olur 3 vurulsun mənfi 1-in kvadratı. Mənfi 1-in də kvadratı müsbət 1 verir. 3-ü 1 alırsa cavabımız olar 3. B variantı. 9-cu suala baxaq. 9-cu sualda bizə yenə A ilə B-nin və A ilə C-nin fərqini verib bu ifadənin qiymətini soruşur. Əvvəla 4 hədli olduğuna görə birinci baxırıq ki, təklənilmiş hərf yoxdursa, demək ki, biz 3-ün 1-ə yox, 2-nin 2-yə qaydasından istifadə etməliyik. 2 qruplaşdıraq. Birinci A-nı çıxarsaq mötərizə xaricinə A minus B minus bu ikisindən isə C-ni çıxartsaq. Qalacaq mötərizədə A minus B. Çünki qarşıda mənfi işarə var, içəridəki işarəni dəyişir. Bundan sonra eyni mötərizəmiz A minus B-dir. Vur, qalır A minus C. A minus B-ni bizə 3 verib, A minus C-ni 4 verib. 3 vurdu, bərabərdir 12. Cavab oldu C. 10-cu sual eynidir, özü işləyəcəksiniz. 11-ci sual. Üçədlisi bu şəkildə qruplara ayrılmışdır. A və B-ni tapmaq lazımdır. Deməli, bizə 2x kvadratı 2x kvadratı üstə gəl ax üstə gəl b
X üstə gəlmişsin 3 vur 2x çıx 5 şəklindədir. Vurğuları ayrı. Onda elə çıxır ki, biz sağ tərəfi açsaq, soldakı ifadəni almış olarıq. Sağ tərəfi açsaq, əvvəla x-i 2x alırıq. 2x-in kvadratı, x-i -5 alırdıq. Çıx 5x. Üstə gəl 3-2 alırdıq. 6x. 3-ü 5 alırdıq. Çıx 15. Bərabər. Oldu 2x kvadratı. Üstə gəl x. Çıx 15. Buradan aldığımız ifadə ilə soldakı ifadəyə baxarıq və eyniləşmə aparırıq. Birinci 2x kvadratdır. Bundan işimiz yoxdur. X-in qabağında deməli A-dır. Burada x-in qabağında müsbət 1. Yəni heç nə olmamağı 1 demək. Yəni burada A qədər x var. Burada bir dənə x var. Yəni A-nı biz buradan 1 tapırıq. Sonra B-yə baxırıq. Burada müsbət B-dir. İşarəsini yazırıq. Amma aşağıda görürük ki, B-nin yerində -15-dir. Və nəticədə bizə deyir ki, A vur B hasilini tapın. Yəni 1-i -15-ə vuranda cavabımız olacaq -15 C variantı. 12-ci sual eynidir. 13-cü sual. Bu ifadənin qiymətini hesablayın. Demək, bu ifadənin qiymətini hesablamaq üçün biz yuxarıda baxırıq ki, fərq var. Ağlımıza ilk gələn kvadratlar fərqi olur. Birin üstünə kvadrat yazarıq. Bəs 3 üstə 16-nı necə kvadrat kimi göstərək? Kvadrat, yəni 2 kimi göstərmək üçün 16-nı 8 vur 2 kimi ifadə edirik. Onda olur 3 üstü 8 minus 1. Yəni əslində bu ifadə burada yazaq 3 üstü 8-in kvadratıdır. Ona görə bir dəfə bunların fərqi, bir dəfə də 308 plus 1 yazırıq. Bölünsün. Aşağıda 820 vurulsun. Yenə bu 9-u 3-ün kvadratı kimi yazsaq. Üstündə də 4 var. Qüvvət olaraq. Mötərizə olanda qüvvətlər vurulur. 2-ni 4 alırsaq 3 üstü 8 edər. 3 üstü 8 plus 1 var. Demək 308 plus 1-lər getdi. Yuxarıda qaldı 308 minus 1. Yenə bu özü də fərq olduğuna görə yenə kvadrata gətiririk. 1-in üstünə kvadrat yazırıq. 8-i də belə ifadə edirik. 3 üstü 4-ün üstü 2 kimi. Ki 4-ü 2-yə vuranda 8 alınır. Onda onun özünə yenidən açsaq 3 üstü 4 minus 1, 3 üstü 4 plus 1. Yəni bunu eləməkdə məqsədimiz odur ki, siz 3-ü 8 dəfə özünə vurmayasınız. Çünki 3 üstü 4 daha asandır. 3 üstü 4, 3-ü 4 dəfə özünə vurmaq deməkdir. İndi bilənlər bilirsə, 81, bir dəfə 81-dən 1 çıxacaqsınız, bir dəfə 81-in üstünə 1 gələcəksiniz. Olacaq onda 80 vurulsun 82 bölünsün 820. Birinci sıfırları silək. Həm yuxarıda, həm aşağıda onluq sıfırımız var. Və 82-ləri də silsək, qalır cavabımız 8. 14 da bunun eynisidir. 15 bayağı işləmişik. 15 demək hansı misaldandır? 7-ci misaldandır. 16. Əslində bu da ondandır. Yaxşı, bir dəfə də yazaq. 44 üstəgə 38, bir dəfə də 44-ün kvadratı çıx. Deməli, 44 vur 38, üstəgə 38-in kvadratı. İndi burada məncə daha rahat getməlidir. Çünki artıq dəfə bu misalı görmüşük. 44-ün üstünə 38 gələndə eləyir 82. 82 ilə 41 getdi. Qaldı 2. İndi bir dəfəlik. Burada da 2 var hasil olaraq. Burada da 2 var. Ona görə 2-nin mötərizə xaricini çıxardırıq. Baxın, necə olacaq uşaq. Burada 44-ün kvadratı, üstəgə 38-in kvadratı da bayaq kimi uzun-uzun deməyəcəm. Bir dəfə çünki demişəm, başa salmışam ətraflı. İndi fikir verin. Burada da mənfi 44 vur 38 var. Burada 2-ni çıxardandan sonra yenə mənfi 44 vur 38 qalır. Demək 2 dənə mənfi 2 dənə 44 vur 38 qalır. Bu da bizə hansı düsturu verir? Fərqin kvadratı, yəni 44 çıx 38-in kvadratı düsturudur. 44-dən 38 çıxanda edir 6. 6-nın da kvadratını tapmalıyıq. 2 vur 36, cavab olur 72. 17-ci suala baxaq. Bərabərlikdən ABC natlı ədədlər üçün bu ifadənin qiymətini tapaq.
Demək, buradan görünür ki, birinci ifadədə bunu biz yıxsaq, 3 hədli A üstə gəl B-nin kvadratı olar. Çıx, yanında da C-nin kvadratı var. Bərabərdir 17. Artıq biz burada yenə də kvadratlar və fərq gördük. Ona görə biz bunu bir dəfə A üstə gəl B üstə gəl C, bir dəfə də A üstə gəl B minus C kimi yazmalıyıq. Kvadratlar fərqi düşdüyünə görə. Biz iki ifadənin hasilini aldıq. Ona görə 17-də 17 vur 1 hasili şəklində göstəririk ki, mötərizələrdən toplama olanı böyüyə də verməliyik. A üstə gəl B üstə gəl C bərabərdir 17. Çıxın olanı da 1-ə veririk həmişə. A üstə gəlinsin B çıxılsın C bərabərdir 1. Yəni, əslində yerlərini dəyişik də vermək olar. Amma əsas şəhətdən fikir verin. Natural ədədlər deyil. Natural ədədlər üçün gələk ki, toplayanda böyük ədəd alasan, çıxanda kiçik ədəd. Yəni, adətən mənfi ədəd olanında çıxmada da böyük ədəd alına bilir. Ona görə biz burada diqqətli olmalıyıq. Toplama olanlara böyük veririk. Sistemi aldıq, topladıq. Burada nəyi almış oluruq toplayanda? C-lər islah olundu. 2 dənə A üstə gəl B qaldı. 17 ilə 1 topladıq 18. A üstə gəl B də bərabər. 18-i 2-yə böldük 9. A üstə gəl B 9-u gətirib yerinə qoyuruq. 9 üstə gəl. Baxın, bu A plus B-nin yerinə 9 qoydum. Bir də yanında C var. Bərabər 17, C də bərabər. 17-dən 9 çıxanda qalır əlimizdə 8. İndi isə bu bizdən 2C çıx A çıx B-ni soruşur. Yazırıq 2C çıx, mötərizə açırıq. Onda bu olur A plus B. Yəni, mötərizə açmaqda özünüz fikirləşin ki, niyə mötərizəni açmalıyıq? Bundan sonra çünki bizdə plusu var, toplaması var. Toplamanı da yaratmaq üçün mənfidən sonra mötərizə açmaqla bunu etmək mümkündür. Demək, olur onda 2 vurulsun, C-ni 8 tapmışıq, çıx, cəmdə 9 tapmışıq. Oldu 16 çıx 9, o da bərabərdir 7. 18-ci sual. AB hasilini tapın. Demək, cəm, kublar cəmi və hasil. Bu zaman kublar cəminin digər düsturundan istifadə edə bilirik. Hansı düsturdur? A üstə gəl B-nin kubu, çıx 3AB, vur bir dənə də A üstə gəl B. Bu, əlavə düsturlardır, kublar cəmin açılışındadır. Burada da yerinə qoyuruq. A kubu plus B kubunun yerinə 50 qoyuruq, bərabərdir. Cəmin yerinə 5 qoysaq, 5-in kubu, çıx 3AB, vur, cəmin yerinə yenə 5 qoyuruq. Onu da belə yazaq da bu. 50 bərabərdir 125 çıx 15 AB. Bu mənfi 15 AB sola getsə müsbət 15 AB, 50 sağa getsə 75. Onda AB də bərabərdir 75-i 15-ə bölürük. Cavabımız olur 5. AB hasilini soruşur, cavab 5. 19-cu sual. A kvadratı üstə gəl B kvadratını verib 2. Bizdən bu ifadənin qiymətini soruşur. Baxaq görə biz bunu necə edə bilərik. Burada kvadrat bizə lazımdırsa, baxın uşaqlar, birinci bunu yığmaq olmur. Çünki yıxsaq, ortadakı kvadratdırsa, bunu kvadratın kubu kimi göstərsə düz gəlmir. Gəlin bu ikisinə baxaq. Elə bilin ki, buna belə yazaq. Kvadratdan söhbət getdiyinə görə A kvadratının kubu üstə gəl B kvadratının kubu. Yazıram A kvadratının kubu üstə gəl B kvadratının kubu. Bunu indi dediyim düsturla açsam yenə də. Birinci cəmin kubu çıx 3 vurulsun. Bu ədədlərin hasili vur bir də yenidən bunların cəmi. Bərabər. Demək, kvadratların cəmini bizə 2 verir. Burada 2 qoyacam, bir də burada 2 qoyacam. Olacaq 2-nin kubu çıx 3 vurulsun A kvadratı B kvadratı.
daha doğrusu 2 ilə vuranda olur 6. 6a kvadratı b kvadratı. Üstə gəl, bir də bunların verdiyi 6a kvadratı b kvadratını əlavə edirəm. 6a kvadrat b kvadratları gedir. Elə 2-nin kubu qalır. 2-nin də kubu bizə 8 verir. 20-ci sual. A ədədi üçün uyğunluğu müəyyən edin. Demək, bu tip misallarda yenə kvadratlar fərqi düsturundan istifadə olunur. Amma biz daha da rahat yolunu deyəcəyik. İndi birinci düsturlardan istifadə etməklə işləyək. A bərabərdir. Baxın, 2007-nin kvadratını yazıram. Minus. Bu 2006-nın 2007-nə nə əlaqəsi var? 2008-in 2007-nə nə əlaqəsi var? Ona fikir verməliyik. 2006-dan 2007-dən almaq üçün bir 2007 minus 1 yazmalıyıq. 2008 almaq üçün isə 2007-nin üzərinə 1 gəlməliyik. Onda demək, ifadə belə olur. Kökün altında 2007-nin kvadratı çıx. Bu ikisindən də kvadratlar fərqi düsturuna görə 2007-nin kvadratı çıx 1-in kvadratı alınır. Qabaqda da mənfi var deyə olur 2007-nin kvadratı plus 1-in kvadratı. Bu 2007-nin kvadratları gedir, qalır kök altda 1-in kvadratı. Oradan 1 çıxır. Kvadratla kök atara bilərik, ya da kökün 1-dən həmişə 1 çıxarmışıq. Bu belə. Bir variant budur. Bir də daha praktik yol deyək. Demək, bu tip misallarda görürsünüz ki, hara kimi eyni gəlir. Baxın, 200-ə qədər, yəni 2000-in bu ilk 3 ədədi onsuz da eynidir. Onsuz da eynidirsə, onda siz axırıncı ədədlərlə işləyirsiniz. Yəni 7-nin kvadratı çıx, 6 vur 8-lə. O da eləyir 49 çıx 48. Cavab oldu 1. Yəni əslində kök altda 1-dir, 1 çıxır. Bu üsulla ikincini daha asan yolla işləyək. Yenə də 200-ə kimi, baxın burada artıq 200-ə kimi eyni deyil. Burada 201-dir artıq. Ona görə ilk 2 ədədi eynidir. 20, 20, bu da 20. Yəni burada qaldı 0,8, yəni əslində 8 deməkdir. A bərabərdir kökün altında 8-in kvadratı çıx, burada da 3 və 13 qalır. 8-in kvadratı 64 çıx 39. O da bizə verir 25. Oradan da 5 çıxır. Üçüncü, yenə ilk 2 ədədimiz eynidir. Olacaq belə, A bərabərdir 9-un kvadratı çıx 3 vur 15. 9-un kvadratı 81. 3-dən 15-ə vursaq 45. Orada da qalır 36. Oradan da 6 çıxır. İndi cavablara baxaq. Birincidən 1 almışıq. B variantı gedir 1-ə. İkincidə 5 almışıq. Gedir ikinciyə A variantı. 6 almışıq. O da gedir üçüncüyə C. Sonra A ən kiçik natural ədəddir. Ən kiçik natural ədəd biz bilir ki 1-dir. Yəni 1-i hara yazmışdıq? Birinciyə. Ona görə D-ni də birinciyə yazmalıyıq. Və A ən kiçik cüt natural ədəddir. Ən kiçik cüt natural ədədimiz 2-dir. 2 cavabı almadığımıza görə Y-ni istifadə etmirik. 21-i də eyni ilə işləyəcəksiniz. Fikir verəcəksiniz ki, ilk 2 ədədimiz eynidir. Baxın, hamısında demək olar ki, eynidir. Siz son rəqəmləri ilə işləməyə çalışacaqsınız. Bu demək bizdə 21, indi 22-yə baxırıq. Eyni-Venn diaqramında bu çox ayrılardan, vuruqlarından biri verilir. Bu ifadəni tapmalıyıq. Demək, əvvəla biz özümüz ayraq görək. Bizdə nə alınmalıdır? Birinci A-nı ayırsaq, A bizə nə verəcək? X çıx 2, X üstəgəl 2. Dar momentdə ayıra bilmirsinizsə, baxırsınız ki,
elə Venn diaqramında bir vuruğum x çox kiçiksə, digər vuruğum birinci həddə baxırsınız. X-i nəyə vursam x kvadrat alıram? X-a. Sonra deyirsiniz, -2-ni sərbəst həddə baxırıq. -2-ni nəyə vursaq -4 alarıq? Əlbəttə ki, müsbət 2-yə. Yəni -2-ni müsbət 2-yə vursam, -4 alarsan. Yəni birinci hədlə sonuncu sərbəst həddə baxırıq ki, vuranda oradakı ifadəni alaq. Sonra keçək C-ni həll edək. C-də yenə də birinci həddimiz x kvadratdır. Onda deyirik ki, C-nin bir vuruğu x plus 3-dürsə, x-i x-a vursam, x kvadrat ala bilərəm. Müsbət 3-ü də müsbət 1-ə vursam, bu yuxarıdakı müsbət 3-ü ala bilərəm. Yəni birinci və axırıncı hədd bizə kömək edir. Sonra bizə deyir ki, B-dəki B, C, D-ni tapmaq lazımdır. Bu da açıq şəkildə verildiyinə görə biz gəlirik, baxırıq ki, Euler Venn diaqramında B çoxhədlisində nə var? Yazaq. B çoxhədlisinin nəyimiz var burada? X üstəgəl 2 var, x çıx 1 var, x üstəgəl 1 var. Birinci, ən asan üsul olan bu ikisini vuraq. Çünki kvadratlar fərqinə görə x kvadratı minus 1 verir. Yanında da x plus 2-ni hələ ki yazaq. İndi iki ədini iki ədliyə vurmaq kimi eləyək. X kvadratına vurduq, x kubu. X-i -1-ə vurduq, -x. 2-ni x kvadratına vurduq, plus 2x kvadrat. 2-ni -1-ə vurduq, -2. Vəssalam. İndi baxırıq. Bizə B harada durur uşaqlar? Baxın, burada B. B x kvadratının qabağında durur. Bizdə də x kvadratının qabağında müsbət 2 durur. C x-in qabağında durur. X-in də qabağında bizdə -1. Yenə deyirəm, heç bir ədəd yoxsa o 1 deməkdir. D isə sərbəst əddir. B də bizdə burada -2-ni göstərir. İndi son dediyi ifadəni hesablayaq. B üstəgəl C çıx 2-dir. Bərabər. B-nin yerinə 2 qoyuruq. Üstəgəl C-nin yerinə -1 çıx 2 vurulsun D-nin də yerinə -2. Oldu 2. Müsbəti mənfiyə vurdum, -1. -2 mənfiyə 2-yə vurdum, müsbət 4. 2 ilə 4 toplasaq 6 çıx 1 bərabərdir 5. Bizdən bu ifadənin qiymətini soruşurdu. 23-cü sual. Bu bərabərlikdən x və y-in istənilən qiymətində doğru olduğunu bilərək a plus 2b ifadəsinin qiymətini tapır. Demək, sol tərəfdə görürük ki, kvadratların fərqini verib. Sağda da 2 dənə mötərizə var. 2 mötərizənin hasilidir. Demək ki, kvadratlar fərqi açıq şəkildə yazılıb ki, 2 mötərizənin hasili kimi göstərilir. Ona görə biz birinci sol tərəfi həll edək. Kvadratlar fərqinə görə birinci ifadədən ikinci ifadəni bir dəfə toplayacağım, bir dəfə çıxacaq. Yəni olacaq x üstəgəl a üstəgəl y üstəgəl b. Vur, bir dəfə də x üstəgəl a çıx. Bu ifadədən çıxıram y üstəgəl b-ni. Çıxanda y üstəgəl yox, artıq o da çıxılacaq. İşarəsi dəyişiləcək. Bunu yazandan sonra davamlı oradan yazıram ki, vermişdi mənə x üstəgəl y üstəgəl 1 vur x çıx y çıx 5. Bu şəkildə mənə verdi. İndi bəs bundan sonra necə davam edəcəm uşaqlar? Bərabərlik o deməkdir ki, yəni sağ və sol ifadələrimiz eyni olmalıdır. Baxırıq, birinci mötərizədə fikir verin, x üstəgəl y var. Burada da x üstəgəl y var. Yəni bura kimi eynidirlər. Sonra x üstəgəl y-dən sonra yuxarıda nə var? A plus b var. A plus b-nin də yerində 1 durur. Yəni A plus b-ni 1-ə bərabərləşdirir. Yəni o onu əvəz edib. İkinci mötərizədə x minus y var. Burada da ikinci mötərizədə x minus y var. Yuxarıda A minus b var. Onda bunu da A minus b-ni əvəz edib -5. A minus b-imiz də -5. Hər ikisində olan ifadəni yazıb sistemə gətirib toplasaq, artıq buradan görünür ki, sistem yaranır.
Demək, buradan B-lər islah olunar. Qalar 2A bərabərdir -4. A da bərabərdir -2. A-nı -2 tapdıq, gətirib yerinə qoyaq. Bax, birinci ifadədə. -2 üstəgəl B bərabərdir 1. B də bərabərdir. -2-ni sağa atsaq, +2, o da elər 3. -2 ilə 3. Mənə indi soruşur, A üstəgəl 2B-ni tap. A-nın yerinə -2, üstəgəl B-nin də yerinə 3 qoyuram. Olur -2 üstəgəl 6. Cavab olur 4. 24 eynisidir, 25 eynisidir. 26. Əslində 26-dan bayaq işlədik. Dedik ki, əslində bu ifadə elə bu ifadənin kubu oldu. 2-nin kubundan sanki 1 çıxacaq. Amma yenə də birini göstərək ki, hər ehtimal üçün yenə təkrar görəsiniz ki, necə oldu. Yəni, göz yaddaşınız güclüdürsə, buradan görürsünüz ki, kvadratların cəmini və ya burada 6-lardır. 6-lar onu ifadə edir ki, artıq biz kvadratın kubudur. Yəni, 2-nin kubudur. Çıxdıq birini 8-dən 1 çıxanda 7 edir. Baxın, digərində də həmin ifadə var. Çıxmasını verib, amma 2-dir, amma burada 6 dərəcədir. Yəni, 3-ü kuba yüksəldirik. 27 saatda çıx 1 əlavə verib, o da 26 edəcək. Bu, ilkin, yəni tez həll etmək demək üçün praktik yolu budur. Amma ümumiyyətlə necə oldu? Yəni 27-ni izah edək. Çünki toplamasından bir izah eləmişəm, yəni çıxmasını izah edək. Baxın, harada izah elədim, onu görün. Baxın, 19-cu sualda. 19-cu suala qayıdıb açıqlamasını görə bilərsiniz. 27-nin təkrar izah edək. Demək, bizə verilib A üstü 6. Onu yazılır A kvadratının kubu minus B kvadratının kubu kimi. Bunu açsaq, alınacaq A kvadratı çıx B kvadratının kubu. Yəni, burada A kvadrat olmağına baxmayın. Buna A minus B'nin, daha doğrusu A kubu minus B kubu kimi baxın. Yəni, onda bir üstümüzü təkrar yazıram. A çıx B'nin kubu, üstə gəl 3AB, vur A çıx B. Bu üstündən istifadə edilir. Üstə gəl 3 vurulsun A kvadratı, vurulsun B kvadratı, vur yenə A kvadratı, çıxılsın B'nin kvadratını. Onda yerinə qoysaq, kvadratlar fərqimizə 3 verir. 3-ün kubu, üstə gəl 3A kvadratı, B kvadratı, vurulsun. Bu da yenə 3 qoyuruq. Bu da bizə nəticədə verir 27, üstə gəl 9A kvadratı, B kvadratı. Və özü orada, baxın, -9, yəni çıx 9A kvadratı, B kvadratını da verib. Bir də çıx 1 verib. Bu 9A kvadratı, B kvadratları onsuz gedir. 27-dən də 1 çıxanda qalacaq 26. Ona görə çox misal işləmək lazımdır ki, 6 misallar isə tanış gəlsin. İmtahan vaxtında bəzən görürsünüz, bəzi uşaqlar tez yazıb çıxırlar və nəticələr yaxşı gəlir. O hansı çox işləməyin nəticələri uşaqlar, vərdiş halına gətirirlər. O qədər göz öyrəşir ki, yəni beyin artıq kompüter kimi işləyir. Necə ki, biz kompüterə bir nəyisə axtarış verəndə, məsələn, Google-da ya YouTube-da, onun yaddaşında artıq kimsə onu axtarış edir deyə, biz onu axtaran kimi artıq avtomatik onu tapır. Yaxud özümüzün nə vaxt axtardığımız bir şeyi təkrar axtaranda daha tez ekrana gəlir. Nəinki ilk dəfə axtardığımız bir şey. 28-də. 28 demək x kubu üstə gəl 5x çıx 42. Bunu x minus 3-ə və px-ə hasilini göstərməliyik. Px tapandan sonra p3-ü oradan tapmalıyıq. Demək, biz bunun üçün uşaqlar 11-ci siniflərdə belə bir qayda var, klassik bölmə. O qayda ilə işləyəcəyik. Bu qayda necə olur, onu izah edək. Deməli, x kubu üstə gəl, adi bölmə kimi, budaqlı bölmə kimi. Bunu budaqlı bölürük x minus 3-ə. Birinci həddə bölməni tapmaq olur. Demək, birinci, baxın, x kubunu x-a bölürük. Qalır x kvadratı.
Bu x kvadratını vurub geriyə qayıdır. X kvadratını x-a vurdıq. X kubu. X kvadratını 3-ə vurdıq. Mənfi 3 x-in kvadratı. Sonra bunları çıxırıq. Çıxanda x kubları islah oldu. Qaldı yuxarıda 5x mənfi ilə mənfi toqquşdu. Oldu plus 3x-in kvadratı. Burada belə alanda çalışın ki, yerin dəyişin. Qüvvət böyük olan qabağa keçsin. Yəni mən bunu, baxın, burada göstərirəm, yerini dəyişməliyəm. Yazıram 3x kvadratı üstəgəl 5x kimi. Ki, qüvvət çox olan qabaqda olsun. İndi yenə də birinci həddi, yəni 3x kvadratını x-a bir səfər bölürəm. Yəni birinci həddi, birinci həddi. 3x kvadratını siz oxla göstərim. X-a böləndə qalır müsbət 3x. Bu 3x-i vurub yenidən geri qayıdır. 3x x-a vurduq. 3x-in kvadratı çıx 9x. Yəni 3x-i həm x-a vurdum, həm də 3-ə vurdum. Bunları çıxanda 3x kvadrat getdi. 5x mənfi mənfi 7 idi. Plus 9x kimi qaldı. Bu da bizə verir 14x. Çıx 42. Və axırıncı dəfədə 14x-i bölürük yenə də birinci hədd x-a. 14x x-a böləndə müsbət 14 qalır. Olur 14x çıx 14-ü çalırsaq 42. Nəticədə 0 qalır. Yəni 0 qalırsa düzgün bölmüşük, tam bölmüşük. Yəni biz aldıq buradan x kvadrat plus 3x plus 14. Bu bizdə həmin ikinci hasildə olan ikinci ifadəni, yəni ikinci çox hədlini px-i göstərir. Yəni bizim px-imiz bərabərdir x kvadratı üstəgə 3x üstəgə 14. Və məndən p3-ü istəyir. O deməli ki, x-in yerinə 3 qoymalıyıq. 3-ün kvadratı üstəgə 3 vur 3 üstəgə 14. O da bərabərdir 9 üstəgə 9 üstəgə 14. 18, o da 14, 32. Cavabımız olacaq 32.